Sahil Babayevin o işçiləri troll vəziyyətinə qoyuraq, iclas keçirmişdi, xatırlayırsınız, səsini ayırdı ki, bizim şöbələrimiz var, bölmələrimiz var, niyə Facebooka girmirsiniz, bizi tənqid edirlər, cavab verin. Bu adama elə gəlir ki, bunun əməkdaşları, bunun üzr istəyirəm, bunun şəxsi nökərləridir, qullarıdır, kölələridir, oturub Sahil Babayevi tənqid edənlərə cavab verməlidir. Bu adam elə o təfəkkürdədir. Bəlkə də özünü bəyxan hesab edir və yaxud da ki, yəni bu adam, baxın, biz nə qədər demişik, burada sizlə Zarbay, bax, müxtəlif prezidentlərlə bağlı, adam autis xəstəsidir, ləğv edirlər ki, sağlamdır. Adam şəkər xəstəsidir, bu otaqdan insülin alır, o bir otaqda deyirlər ki, sağlamsa. Baxın, indi Cümşüd bəy də müxalifətçi deyil ki, məsələn mənim kimi. Cümşüd bəy həmişə iqtidarın mövqeyini müdafiə edib, ən azı prezidenti müdafiə edib. Yaxşı, o belə dilə gəlir. Yəni, bu Sahil Babayevin niyyəti nədir? Bax, mənə maraqlıdır. Bu adamın... Cümşüd Nuriyevi həmişə Ramiz Mehdiyev dönəmində ən çox sıxışdırılan adamlardan və bu gün də Cümşüd Nuriyevin də öz pensiyasını da vermirlər.